Ondan sonraki ekspertiza nəticəsində riyaziyyat fənnindən bir sualda riyazi cəhətdən korrekt qoyulmadığı məsələnin deməli aşkar edilmişdir ekspertlər tərəfindən. Bu deməli A variantında 11-ci sual, B variantında 18-ci sual, C variantında 8, D variantında isə 13-cü Yəni eyni sualda 4 müxtəlif variantda istifadə olunur. Fərqli variantlarda fərqli yerdə Bu sualı olduğuna ekrana görə zəhmət olmasa gətirərdiniz. D variantında isə 13-cü tapşırıqdır. Bu daha dərin araşdırma göstərdi ki, burada riyazi cəhətdən məsələ korrekt qoyulmuyor. Ona görə də bu tapşırığın bütün abituriyentlərin xeyrinə abituriyentlər tərəfindən doğru həll edildiyi hesab olunacaq və şablonlar təqdim olanda siz görəcəksiniz ki, mənim həmin o dediyim A variantı 11, bəli. A11, B18, C8 və D13-də həm Azərbaycan, həm Rus bölməsində birinci qrupda ulduz qoyulacaqdır. Yəni bütün abituriyentlər üçün bu doğru cavablandırılmış hesab olunacaqdır.